Bakı və İrəvan arasında sülh sazişi layihəsində 16 maddədən 13-ü tam razılaşdırılıb. Ermənistanın baş naziri Nikol Paşinyan belə bir açıqlama verib. O bildirib ki, digər 3 maddə isə qismən razılaşdırılıb. Rəsmi Bakının Paşinyanın açıqlamasına cavabı konkret belədir. Problemli məsələlərin üzərindən keçmək və Azərbaycanın suverenliyinə qarşı iddiaların davam etməsi suallar yaradır. Ermənistanla Azərbaycan arasında sülh nəinki mümkündür, hətta realdır. Bunu İrəvan Dialoqu Forumunda Ermənistan baş naziri Nikol Paşinyan deyib. O, sərhədlərin delimitasiyasından da bəhs edib. Paşinyan bildirib ki, sərhədlərin müəyyənləşməsində mühüm irəliləyişlər var. Bu da aprelin 19-da əldə olunan və Almatı bəyannaməsinə istinad edilən razılıqlar əsasında həyata keçirilir. Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və ön söz tam, digər 3 maddə isə qismən razılaşdırılıb. Biz razılaşdırılan müddəaları ən qısa zamanda imzalamağı təklif edirik. Cənubi Qafqazda uzun müddətli sülh mümkün və realdırmı? Bu, təkcə Ermənistanın cavab verməli olduğu sual deyil. Lakin mən də sualın özümüzə aid hissəsinə cavab verməyə çalışacağım. Cənubi Qafqazda uzun müddətli sülh nəinki mümkündür, həm də realdır. Rəsmi Bakı isə hesab edir ki, sülh sazişi ilə bağlı bütün müddəalar razılaşdırılmalıdır. Hər hansı bir bəndin üzərindən keçməklə dayanıqlı sülhün əldə olunması mümkün deyil. Sülh sazişinin davamlı və uğurlu olması üçün iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir. Bu kimi həll variantı ümumiyyətlə sülh sazişinin nəyin bahasına olursa olsun imzalanması, problemli məsələlərin kənara qoyulması, həmçinin Azərbaycana qarşı Ermənistan qanunvericiliyində, konstitusiya haqqında ərazi iddialarının və suverenliyimizə qarşı iddiaların davam etməsi, həmçinin Minsk qrupunun bərpa edilməsinə çalışılması, ümumilikdə Ermənistanın sülh sazişi, ümumiyyətlə Azərbaycanla sülhün imzalanması istiqamətində niyyəti barədə ümumi suallar yaradır. Siyasi şərhçilər də bu qənaətdədir ki, İrəvan Bakı ilə sülhə dair səmimiliyini ortaya qoya bilmir. Həmçinin Paşinyan komandası diqqəti əsas məsələlərdən yayındırmağa çalışır. Əgər sazişin bütün maddələri razılaşdırılmayıbsa, ona Azərbaycan heç vaxt imza ata bilməz. İstir 70% olsun, 80%, 90%, hətta 95%. Çünki əsas məsələ və Paşinyan bunu yaxşı dərk edir, yaxşı başa düşür, onların konstitusiyasında dəyişilmək məsələsidir. Həmin o maddəni dəyişilməsi, Azərbaycana qarşı ərazi iddialar var konstitusiyalarında. Ekspertlərin fikrincə Ermənistanda müsbət bəyanatlar tez-tez səslənir. Lakin bu bəyanatlar müsbət nəticələnmir. İndi yalnız erməni istəkləri ilə bağlı onların nağıllarını dinləmək olar. Erməni istəkləri də hər zaman olub və olacaq. Onları hazırda qərbdən olan tərəfdaşlar idarə edir və ən əsası Moskva ilə münasibətlərdə eskalasiya yaratmaq üçün addımlar atırlar. Ona görə də indi sülh sazişindən danışmaq çətindir. Düşünürəm ki, geniş bəyanatlar sülhü Cənubi Qafqazdan daha da uzaqlaşdırır. Как бы подобные заявления, наоборот, отдаляют мир на Южном Кавказе. Yeri gəlmişkən, sentyabrın 24-də Ermənistan Konstitusiya Məhkəməsi sərhədlərin delimitasiyası üzrə hökumətlər arası birgə komissiyanın fəaliyyət reglamentini nəzərdən keçirəcək. Məhkəmə kollegiyası tərəflər arasında avqustun 30-da imzalanan sənədin konstitusiyaya uyğunluğunu yoxlayacaq. Rəy verildikdən sonra sənəd Ermənistan hökumətinin müzakirəsinə təqdim olunacaq. Qeyd edək ki, Xarici İşlər Nazirliyinin rəsmisi Ayxan Hacızadə Nikol Paşinyanın İrəvan dialoqunda xunta rejiminin nümayəndələrinin azad edilməsi ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirib. O qeyd edib ki, hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil və indiyə qədər humanizm prinsipinə sadiq qalaraq hərbi əsirlərin hər birini Ermənistana təhvil verib.